Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qurumların iştirakı ilə ötən əsrin ortalarından bəri olan dövrü əhatə edən Dövlət Su Kadastrı hazırlanmışdır. Kadastrın hazırlanmasında su ehtiyatları və suyun keyfiyyətinə dair ölkə çaylarında, göl və su anbarlarında, su təsərrüfatı obyektlərində quraşdırılmış hidroloji stansiyalarda, yeraltı suların monitorinq quyularında və Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən müşahidə məntəqələrində aparılmış çoxillik müşahidə məlumatlarından, qar örtüyü və buzlaqlar üzrə çöl ekspedisiya işlərinin nəticələrindən geniş istifadə olunmuşdur. Sayı 10-u aşan kadastr toplularına, su ehtiyatlarına dair illik və çoxillik məlumatlar, təsərrüfat fəaliyyətinin və iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini nəzərə almaqla, su ehtiyatlarının 1960-1990, 1991-2020 və 1961-2024-cü illəri əhatə edən dövr üzrə hesablanmış çoxillik orta qiymətləri, axımın çoxillik statistik səciyyələri, Xəzər dənizinin səviyyəsinin müasir dəyişmələri və gələcək trendlər, buzlaqlar, qar örtüyü, yeraltı sular, sudan istifadə və hidrotexniki qurğular üzrə məlumatlar daxildir. Hesab edirik ki, xidmət tərəfindən hazırlanan Dövlət Su Kadastrı, su ehtiyatlarının mövcud vəziyyəti, onlara iqlim dəyişmələrinin və sudan istifadənin təsiri və iqlim ssenariləri üzrə gözlənilən trendlərin təhlili sahəsində aparılmış tədqiqat nəticələrini özündə əks etdirmişdir. Su Kadastrı məlumat mənbəyi olaraq Milli Su Strategiyasının, su sektoru üzrə Milli Adaptasiya Planının və digər dövlət proqramlarının və inkişaf strategiyalarının icrasında su idarəçiliyinin təkmilləşdirilməsinə yönələn fəaliyyətimizin daha səmərəli həyata keçirilməsində və müasir çağırışlara uyğun qərarların qəbul edilməsində mühüm rol oynayacaqdır.